Yanvarın 12-si isə Azərbaycan tarixində mühüm bir gündür. Cəmi 23 ay ömrü olan Azərbaycan Xalq Cumhuriyyətinin müstəqilliyinin tanınması xəbərinin alındığı günün 95 illiyində Cumhuriyyət dövrünün araşdırıcılarından olan Solmaz Tohidi həmin tarixlə bağlı əvəzsiz materialları xəbərçiyə açıqlayıb. Beləliklə, Cumhuriyyət dövrünə aid çox vacib Əlmarqan bəy Topçubaşovun arxivindən əldə olunan faktlar barədə eksklüziv olaraq Ləman Ələşrəf qızı. Düz 95 il bundan əvvəl 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransı gənc və müstəqil Azərbaycanın dövlət müstəqilliyini de facto tanıyır. Bu mühüm xəbəri Azərbaycana yanvarın məhz bu günü, yəni 12-si tarixində İngiltərənin Qafqaz üzrə baş komissarı Oliver Ordrup çatdırır. Az sonra Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Əlmərdan bəy Topçubaşov Məmmədəmin Rəsulzadəyə, Nəsib bəy Yusuf bəyliyə bir telegram vurur və onları bu münasibətlə təbrik edir. Yanvarın 14-də ölkədə rəsmi bayram tədbirlər başlayır. Maaş saxlanılmaqla həmin gün qeyri-iş günü elan edilir. Hürriyyət, indiki Azadlıq meydanından başlayaraq dənizkənarı bulvar boyu hərbi parad keçirilir. Qısası şəhər qazan kimi qaynayır. Bu xəbərin Azərbaycanda yaratdığı coşqunun sübutu olan fotolar bu gündə Fransa Beynəlxalq Sosial Tarix İnstitutunun nəzdindəki Şərqi Avropa, Rusiya və Qafqaz Araşdırmaları Mərkəzində saxlanılır və budur. O arxivdən çox maraqlı fotoları tarixçi alim Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Solmaz Tohidi bizimlə bölüşür. Dekabr ayında Fransadan qayıdan Solmaz xanım Azərbaycanın müstəqillik tarixinin əhəmiyyətli bir hissəsinin məhz Əlmərdan bəy Topçubaşovun adını daşıyan arxivdə cəmləşdiyini deyir. Təzəfir məscidində keçirilən o mitingdən olan görünüşdür. Azərbaycan parlamentinin qarşısında olan bu izdihamdır və görürsünüz ki, nə qədər qadınlar var bu izdihamda və dənizkənarı bulvarda keçirilən deməli hərbi paraddır və ən mühümü isə Azərbaycan parlamentində Fətəli xan Xorskinin görsə ayaq üstə durub o deməli Azərbaycan istiqlalının tanınması aktının deməli parlament iştirakçılarına oxuduğu şəkillərdir. Paris Sülh Konfransının Azərbaycanın dövlət müstəqilliyini tanımasının ölkəmizdə yaratdığı şadyanalığın əksi olunduğu bu fotoları Fransaya Əlmərdan bəy Topçubaşova Xarici İşlər Nazirinin mavini Məmməd xan Təkinski göndərir və Topçubaşov o şəkilləri digər mühüm sənədlər kimi şəxsi arxivində qoruyub saxlayır. Solmaz xanım Topçubaşovun arxivində digər maraqlı faktlarla da tanış olub. Əlmərdan bəyin bu gözəl xətti isə təkcə onu yox, həm də bizi heyrətləndirdi. Təzəfir məscidində o mərasim, miting bitəndən sonra insanlar Nəsib bəy Yusufbəyilini əlləri üstündə parlamentə qədər gətiriblər. Parlamentin qarşısında olan izdiham isə Məmməd Əmin Rəsulzadəni tələb eləyib və onu görəndə qaldırıblar, qucaqlarında onu qaldırıb o ikinci mərtəbədəki balkona aparıblar. Təəssüf ki, bu sevincin ömrü uzun çəkmədi. Cəmi 2 ay sonra aprelin 25-dən 26-sına keçən gecə Ruslar şimaldan Azərbaycana hücum etdilər və parlament qan tökülməsinin qarşısını almaq üçün təslim olmaq haqqında qərar qəbul etdi. Beləliklə, Azərbaycanın 23 aylıq istiqlalına son qoyuldu. Müstəqilliyi millətə dadızdıran kişilərin hərəsi bir xarici ölkədə sığınacaq tapdı və o ölkə onların əbədi uyduqları məkana çevrildi. Onlar öldü, amma qurduqları dövlət yaşayır. Hələ min illər boyda yaşasın, var olsun.